Bismillahirrahmanirrahim, hörmətli müsəlmanlar, hər biriniz Allahın salamı ilə salamlayıram. Günümüzün ən böyük problemlərindən də biri, baxırsan ki, insanlarda olan stres və depressiyadır. Stres və depressiyanın səbəbi nədir? Düşüncələr, fikirlər və ya İslami dildə desək, vəsvəsələr. Həmin bu vəsvəsələr kimdəndir? Şeytandan. Baxırsan ki, insan düşünür, oturur, düşünür, fikirləşir. 5 il öncə olan məsələni fikirləşir, düşünür, analiz edir, qoyur ortaya, belə, elə və öz halını pis hala salır. İnsan heç zaman olub keçənlər haqda pis formada düşünməməlidir. Allahın qədərinə razı qalmalıdır. İnsanın xoşbəxtliyini 2 məsələ alır. Unutma. 1. Keçmiş haqqında düşünmək. 2. Və gələcək haqqında pis düşünmək. Ki, necə olacaq, nə tür olacaq. Və keçmişdə olan hadisələr haqqında da öz beynində fikirləşmək. Niyə belə oldu, niyə elə oldu? Və baxsan, adamın artıq əhval-ruhiyyəsi də pozulur və insan normal həyatda artıq fəaliyyət göstərə bilmir. Vəsvəsə. Vəsvəsə şeytandandır. Vəsvəsəyə uymaq icazəlidir. Uca Allah buyurur, və min şərril vəsvasil xannəs. Şeytanın vəsvəsəsindən Allaha sığın. Hansı ki, o şeytan ən birinci işi vəsvəsə verməkdir. Hər şey Allahın qədəri iləndir. Hər şey Allahın təqdiri iləndir. Nə olacaqsa, nə olubsa, hamısı Allahın qədərində yazılmış bir məsələlərdən başqa bir şey deyil. Sən heç nə edə bilməzsən. Sən yalnız dua edə bilərsən. Sən yalnız tövbə edə bilərsən. İstiğfar eləyə bilərsən. Əməllərini gözəlləşdirə bilərsən. Qalan nə baş verirsə versin. Hər hansı bir xəstəliyin sənin üzərinə gəlməsi sənin əlində deyil. O xəstəliyi sən istəyirsən və istəmirsən, yenə də sənin əlində deyil. Uca Allah bunu istədiyinə verir. Amma o tərəfdən xeyir də verir sənə. Bərəkət verir, ruzu verir, gözəllik verir. Ona görə unutma. Vəsvəsəyə uyma. Stres, depressiya, hamısı şeytanın vəsvəsələrindəndir. Oturub özünə qapanma. Allahın sənə verdiyi ruzular, xeyirlər, gözəllər, bərəkətləri yada sal. Allah sənə övlad verib. Allah sənə həyat verib. Allah sənə görmə, eşitmə, duyma kimi duyğular verib. Hava, günəş, bunlar hamısı Allahın sənə verdiyi neymətlərdir. Hansı ki, milyonlarla insan o neymətlərdən məhrumdur, amma sənin əlində o neymətlər var. Lakin sən o neymətlərin qədrini bilmədiyinə görə stres və depressiya düşürsən. Vəsvəsələrdən uzaq durun. Selamun Aleyküm və Rəhmətullah.